əksəriyyəti elektron sistemə keçib və reseptləri onlayn göstərmək mümkündür. Bəs bu prosesin üstünlükləri nələrdir? Əvvəldən fərqli olaraq, misalda reseptlə gəzmirəm, yəni hazır kodla girirəm, yaxınlaşıram və tam vaxtında da dərman əldə edə bilirəm. Hazırda tibb müəssisələrində reseptlər elektron qaydada verilir. Həkimlər dərmanları elektron resept sistemi vasitəsilə yazırlar. Pasiyentlər dərmanlarını kağız resept olmadan ala bilirlər. Bu sistemin üstünlükləri nələrdir? Həkim xəstəyə resept yazdıqda biləcək ki, bu dərman preparatları ölkədə var, hansı aptekdə nə qədərdir. Yəni tapmaq, axtarmaq çətin olmayacaq. Birbaşa həmin xəstə biləcək ki, həmin aptekdə bu dərmanlar var və həmin reseptlə, kodlanmış reseptlə gələcək, birbaşa portalda qeydiyyatını aparacaq, həmin dərmanları ala biləcək. Bu sistem həkimləri, tibb müəssisələrini və aptekləri bir mərkəzdə birləşdirir. Həkimlər xəstənin əvvəl istifadə etdiyi dərmanları görür və yeni təyin olunan preparatlarla qarşılıqlı təsirini müqayisə edə bilirlər. Xəstə təhlükəsizliyini təmin edir. Həkimlərin eyni zamanda da dərman yazarkən daha rahat şəklində əczaçı ilə arasındakı kontakt təmin edir. Bildiyimiz kimi artıq digər məsələlər nə ola bilərdi? Biz əllə yazılan reseptlərdə istər-istəməz burada xəttin oxunmaması ola bilər və yaxud da əczaçı tərəfindən dərmanların doğru şəkildə yazılmasını təmin edilməməsi, yəni ki, həkimin yazdığı dərmanları doğru şəkildə xəstəyə verilməməsi ola bilər. Amma elektron resept vasitəsilə isə əksinə bu tam sistem şəklində olur. Vətəndaşlar elektron reseptlərinə mobil telefon və ya internet vasitəsilə baxa bilirlər. Həmçinin bu üsulla dərmanların əldə olunması prosesi daha rahat və şəffaf şəkildə həyata keçirilir. Elektron reseptlə bağlı hər hansı problem yaranarsa, rəqəmsal səhiyyə mərkəzinə müraciət etmək tövsiyə olunur. Səma Pənahova, Nail Şahbazov, Telesəhər.